dərsə gecikməni valideynə deyəndə, valideyn onu adi hal kimi ki, uşaq yoxdan durğuza bilmirəm də, ona görə gecikir. Düşünürsən ki, biz də yatmaq istəmişik uşaqlıqda, biz də yoxdan durmaq istəməmişik. Amma bizdə məsuliyyət deyilən bir şey vardı. Bugün valideyn məsuliyyəti də, deməzdim hamısında, amma bu özünü göstərir. Məktəbə olan münasibətdə valideyn məsuliyyəti də arzu olunan səviyyədə deyil. Eyni formada da uşaqların məktəbə gəlmə münasibəti də fərqlidir. O da deyəsən valideyndən gəlir. O da əlbəttə ki, valideyndən gəlir. Misal üçün, bizim vaxtımızda mən razıyam bir şeylə ki, bugün uşaqların çantaları ağırdır, əlavə yüklər var, sumkalarına baxırsan ki, içi doludur. Əlavə də valideyn özü bilərəkdən onun qidasını, suyunu, nəyini qoyur, biraz da ağırlaşır. Biz də o yaş dövründə çantalarımızı özümüz daşımışıq. Bugün bütün uşaqların çantalarının əksəriyyətini valideyn daşıyır. Bir var 1-ci, 2-ci ibtidai sinif uşağı, bir də var 6-cı, 7-ci sinif uşaqları da əlləri cibində, anaları, babaları çanta gətirir. Uşaq bir növ əmək, sadə əmək vərdişlərindən elə bilirsən yayınır.